Deməli, biz bu şəklə baxanda ilk öncə bizim eləyəcəyimiz iş hər iki obraza ad verməkdir. Bir kişi, bir qadın adı verməliyik. Bunun üçün də mən hər hansısa bir adı ola bilər. Qoyaq Jack və Emma. Bu iki adı seçdik. Daha sonra hər şəklə uyğun bəzi sözlər yazmalıyıq ki, bu sözləri istifadə edərkən bizə asan olsun. Məsələn, bu şəkildə onlar çölə baxırlar və havanın günəşli olduğunu görürlər. Birinci şəklə uyğun olan sözlər hava və günəşli sözünü yazırıq. Bu sözü yəqin ki, hamı bilir. Weather, yəni hava və günəşli sözü sunny sözünü yazırıq. Daha sonra ikinci şəkillə baxırıq. Bu şəkildə isə, yəni buradan davam edirik. İstifadə edə biləcəyimiz sözlər artıq bunlar. Bu şəkildə qərarı alırlar ki, artıq piknikə getsə, biz digər şəkildən də görürük ki, onlar piknikə getmək istəyirlər və burada artıq onlar piknik üçün hazırlıq görməyə başlayırlar. Burada da qərarı almaq sözünü istifadə edə bilərik. Çox istifadə olunan sözdür. Decide. Daha sonra burada qız, məsəl üçün, oğlan meyvələri kəsir və sendviç hazırlayır. Meyvə kəsmə, məsələn, kəsmək sözü cut. Meyvə və yaxud da tərəvəz sözü vegetable deyə bilərik. Vegetables. Daha sonra sandviç hazırlamaq, make a sandwich, made a sandwich, yəni keçmiş zamanda istifadə edəcəyimiz üçün made sandwiches, yəni cəmə qoyuruq. Sandwiches. Daha sonra üçüncü şəkildə isə artıq onlar parka gedirlər və yeməyə başlayırlar. Daha sonra gözəl bir gün keçirirlər, gülürlər. Bunu da sonluq olaraq verə bilərik ki, gözəl bir gün keçirdilər və danışdılar, güldülər. Bununla da talked, yəni danışdılar, güldülər. Bunları indi mətn kimi yazacağıq və daha sonra gözəl bir gün keçirdilər, onu sonluqda verəcəyik. İndi isə burada sözlərimizi yazdıq ki, yadımızda qalsın hansı sözlərdən istifadə edəcəyik və başlayırıq. Deməli, hekayə belə başlaya bilər ki, bir gün Jack və Emma havanın yaxşı olduğunu görür. Başlayırıq. One day, Jack və Emma və burada ən vacib bizim fikir verəcəyimiz məqam hər bir zaman olmalıdır və biz bunu yadımızda saxlamalıyıq ki, bütün feilləri biz keçmiş zamana qoymalıyıq və zaman uzlaşmasına fikir verməliyik. Ən əsas şey budur burada. Təbii ki, qaydalı və qaydasız feillər olaraq onların dəyişməsinə də xüsusi fikir verməliyik. Görürlər ki, hava günəşlidir və onlar qərara gəlir ki, piknikə getsin. Bu birinci şəkillə bağlı olan bir cümlədir. Jack and Emma görürlər. Keçmiş zamanda görmək see, saw olur və artıq iki cümləni birləşdirdiyimiz üçün biz zətdən istifadə edirik. Saw that, yəni gördülər ki, hava günəşlidir. Hava weather günəşlidir. Was, yenə keçmiş zamanda sunny. Bunu yazdıq. Və yenə cümləni birləşdiririk. And və onlar qərara gəlir ki, piknikə getsin. Onlar, they, qərara gəlmək burada istifadə edirik. Decide, amma keçmiş zamanda decided. Decided. Piknikə getmək, biz burada getmək artıq went yox. Keçmiş zamandan sonra to gəlir. Artıq iki feil birləşdiyi üçün to veririk və getmək feili go qoyuruq. Ondan sonra isə hara gedirlər? Piknikə. On a picnic. Tək isimlərdə e-dən istifadə eləməliyik. Cəmdirsə sonuna s, es və s. əlavə edirik. İkinci şəklə gedirik. Sonra onlar əslində yaza bilərik ki, piknik üçün hazırlaşmağa başlayırlar, amma bu artıq bəzi səhvlər eləyə bilərsiniz və cümlələr çətinləşir, yəni balığınız gedə bilər. Bunun üçün də biz yazaq ki, sadəcə Jack tərəvəzləri kəsir və sendviç hazırlayır. Jack tərəvəzləri kəsir. Kəsmək cutdur, keçmiş zamanda da cut olaraq qalır. Jack cut vegetables.
tərəvəzləri kəsir və sandviç hazırlamaq. Made sandwiches. Yəni make sandwich, amma keçmiş zamanda made olur. Cəmə qoyuruq. Orada bir neçə dənə göstərdiyi üçün. Okay. Nöqtəni qoyduq. Daha sonra davam edirik yenidən. Daha sonra yazırıq ki, sonuncu şəklə keçirik. Onlar parkda yeməyə başlayırlar. Bunlar da yazacaq ki, parkda sözün birinci yazırıq. At the park. Parkla istifadə olunan preposition at'dir. At the park. Onlar başlayırlar yeməyə. They. Başlamaq. Keçmiş zamanda started. Yeməyə start feilindən sonra biz ing işlətməliyik. Ona görə eating və yenə keçmiş zamanda yox. Artıq bir dənə keçmiş zaman istifadə eləmişiksə, to olanda da yenə indiki zamana çevrilir. ing də olanda indiki zamana çevrilir. Və daha sonra onlar danışırlar, gülürlər. Daha estetik eləmək üçün bizim yazımızı yazırıq. Onlar, they, danışırlar. Keçmiş zamanda talked, virgül, gülürlər. Laughed və gözəl bir gün keçirirlər. Gözəl bir gün have a wonderful deyə bilərik. Amma keçmiş zamanda had a very wonderful. Wonderful yəni istədiyiniz şeyi qoya bilərsiniz. Yəni yaxşı bir məna verən. Wonderful day together. Yəni birlikdə. Bununla da bizim mətnimiz bitir.